biz qadına çox diqqət eləməyə başladıq. Həm ədəbiyyat olaraq müqəddəsləşdirdik. Kişinin rolunu itirdik. Kişinin önəmli rolu var. Kişi çox ağır bir missiyanı daşıyır ailədə. Ana uşaq üçün ən xoş gələn şeydir, daşıyır. Allahın mərhəmət və sevgi sifətidir. Ya mənim şabbana balamı da açır qucağını, uşağa da bu xoşdur bütün hallarda. Ata isə ən xoşa gəlməz bir tərəfini təmsil edir Allahın. Ədalət. Atanın sevgisini qazanmaq üçün gərək hansısa şərtləri yerinə yetirəsən. Ananın sevgisini qazanmaq üçün heç nə yetirmək lazım deyil. O sənin əyri burnunu da sevəcək. O sənin nə bilim, hər halını sevəcək. Hər halını. Sən onun üçün bütün hallarda möcüzə mənbəyisən. Yorulanda, özünü sevgisiz siləyəndə at özü ananın üstünə. Ana sən həmişə sevəcək. Hazır sevgi deposudur ana. Amma ata elə deyil. Ata gözləyir ki, sən bir nailiyyət qazanasan, bir ov ovlayasan, quş quşlayasan. Qədimlik, Dədə Qorqud dili ilə desən. Yəni bir nailiyyətin olsun sənin. Ona görə atalarla evladların münasibətləri daha yaralı olur. Ata ağır missiya daşıyır. İndi bu ağır missiya daşıyan adamın missiyasını məhv elədilər. Qadına olan aşırı diqqət, qadın haqları, az qala qadını ailənin qurbanı elədilər. Heç birisi tarixə baxmadı ki, min illərdir. Kişilərin əksəriyyəti 35 yaşdan yuxarı yaşamayıbdı. Müharibələr olub, gəliblər ölkəni qırıblar, kişiləri qılıncdan keçiriblər, qadınlar, uşaqları əsir aparıblar. Kişinin aqibəti həmişə bu olubdu. İndi nə oldu siz? Qadınları qurban elan elədiniz. Bütün təfəkkürü deformasiya elədiniz bu ilə. Kişinin müqəddəs rolunu, ailədəki müqəddəs rolunu məhv elədiniz. Kişi isə ailədə Allahın kölgəsidir gerçəkdən.